Salamlayıram sizi. Deməli söz vermişdim ki, bizim bu formatda, debat formatında bir çəkilişimiz olacaq və ilahiyyatçı Samir Məmmədov bizim studiyamızdadır və əslində o tək olmamalıydı Samin qardaş burada. Elşad bəy Miri də burada olmalıydı. Sadəcə biz bu günlərdə müşahidə etdik və gördük ki, Elşad Miri Baku TV-də debatdadır. Çox güman ki, yəqin ki, bu səbəb olaraq əsas gətirərək deyəcək. Hə, mən yorğun idim, bu günlər debatda oldum. Ona görə gələ bilmədim. Amma istənilən halda biz bunu da başa düşürük. Amma istərdik ki, Samin Məmmədovun son günlərdə açıqladığı bir məsələ ilə bu verilişə başlayaq. Deməli, ilahiyyatçı Samin Məmmədov açıqlama verdi ki, mən Elşad Mirdin müəllimi olmuşam. Halbuki, bugünə qədər heç bir yerdə bu deyilməmişdi. Elşad Miri ümumiyyətlə mən xatırlamıram ki, sizin adınızı çəkib qeyd edib ki, bəs mən belə-belə ərəb dili müəllimim olub və s. ilaxır. İstərdim ki, bax bu məsələlərə, məqamlara aydınlıq gətirəsiniz və bir də əlavə olaraq biz bugün Elşad Mirinin Baku TV-dəki bəzi yanlışlıqlarına, din adına, Allah adına, Quran adına çıxartdığı bəzi yanlışlıqlara da aydınlığı gətirəcək. Yəni belə deyək də, ola bilsin ki, kənardan o elm bilicisi kimi, İslamı bilici kimi görsənsə də, amma İslamı bilən insanlar onun yanlışlarını asanlıqla, rahatlıqla görür. Buyur. Bismillahirrahmanirrahim. İlk olaraq sizi təbrik edirəm bu gözəl studiyaya görə. Uca Allah bu studiyanı xeyirli, bərəkətli eləsin, xalqımız üçün, dinimiz üçün, dövlətimiz üçün. Əlbəttə ki, hər bir insan bütün əməllərində çalışmalı ki, ilk olaraq axirətə fikirləşsin. Ki, o dünya üçün mən nə qazanıram? Təəssüflər olsun ki, baxanda görürük ki, hətta özünə müsəlman deyənlər belə yalnız bu dünya üçün çalışırlar. Bax, neçə ildir ki, bu faktları bilirdin və susurdun. Nə baş verdi ki, bugün danışmağa qərar verdin və niyə susurdun? Əgər onun yanlışlıqlarını görürdünsə. Buyur. Düzü, mən ona elə bil ki, dərs deyən vaxtlarda müəyyən yanlışlıqlar olurdu. Mən ona deyirdim, o özünü qəbul eləmiş kimi göstərirdi və çəkinirdi o işlərdə. İndi ola bilsin bu sualları da verərsə danışaram, geniş danışaram inşallah. Sonra isə həmin ərəfədə o özünü göstərir ki, elə deyil, yəni o səhvləri eləmirdi. Yavaş-yavaş getdikcə şübhələndiyim səhvləri başladı eləməyə həqiqətən də. Və sonra çıxışları eləyirdi YouTube-da və s. Tanışdığınız ümumiyyətlə necə başladı? Necə oldu ki, o gəldi sən dedi ki, mənə ərəb dilindən dərs keç. Bu təklif kimdən gəlmişdi? Mən onu elə bil ki, efirlərdə gördüm ki, falçılarla və s. o qadınlarla qırılaşır. İstədim ki, tanış olun bununla. Tanış olandan sonra gördüm ki, bu insan həqiqətən də istər ərəb dilində, istər dini bilməkdə çox zəifdir, çox zəifdir. Hətta məsələn, bəzən olur ki, mənə deyəcəm indi, zəng gəlir ki, məsələn, falan kanala gedirəm, çıxış eləməyə, deyirəm nə mövzu, deyirəm falan mövzu, deyirəm nə hazırlaşmışsan da, o mövzuna bağlı, deyir heç nə. Deyirəm o mövzuna bağlı falan ayələr var, falan hədislər var, sən bunları bil, orada deməsin axı. Deyir, gedirəm də, nə danışdım. Elə ona görə gedirdi, baxırdım ki, səhvlər eləyirdi həqiqətən də. Yəni, xasiyyəti bu idi. Amma belə, mən belə başa düşdüm ki, təşəbbüs səndən gəlib. Dərs demək, bəli, mən dərs deməyi özü istəyib, yoxsa sən o yadından çıxıb, amma yadından çıxıb ola bilər, bilmirəm, bəlkə də o dedi, yadından çıxıb. Nə qədər dərs dedin ona? Bir neçə aylar olar, bir neçə müddət olar. Sənə qədər artıq o oxuyurdu da, haradasa bir İslami elmi var idi, yoxsa yox? 2011-ci il, 12-ci illər deyim, dərs demişəm, amma bu insan ondan öncə demir, Ələsgər Məmmədovdan dərs almışam. 2000-ci il vəfat edib Ələsgər müəllim. Mədrəsə oxumağı, nə bilim, haralar oxumağı, universitet oxumağı hamısı məncə 2002-də yekunlaşdırıb, təxminən yekunlaşdırıb bu oxuduqlarını. Dedi ki, mən qəzet çıxartmaq istəyirəm, mən də dəstək olmağa razılıq verdim. Sonra dedi, jurnal çıxartmaq istəyirəm. Dəvət jurnalı. Bu 2012-2013-cü illər. 11-ci illər. 11-12. Bəlkə də 11, bəli. Sonra dedi, dəvət jurnalı onu da çıxartmağa razılıq verdim. Axı, dəvət jurnalında baş redaktor özü idi, düzdür? Mən ixtisas redaktoru idim. Hə, belə deyək də, təşkil özü idi, düzdür? Bəli. Amma həmən jurnalda kifayət qədər hədislər yer alırdı. Onun sözsüz ki, onda bəli, o vaxtda hətta özünün efirlərdə də çıxış eləyib, dəfələrlə hədisləri təsdiqləyib artıq, eləyib. Və boyuna alırdı, hədislər qəbul eləyirdi. Qəzetdə bir dəfə çıxışında, bir məqalədə, adını çəkməyəcəm, Türkiyəli olan bir azmış birinin məqaləsini verdi. Həmçinin həmin şəxs haqqında mənə burada olan məscidin, yəni Türkiyəli qardaşlarımızda olan məscid imamlarından biri dedi ki, bu insan hətta Türkiyədə həbs olunub bir iyrənc əməlinə görə, onu demirəm nədir. Həbs olunub, yəni hiss olunur, danışıqlar, çıxışlar da çox təəssüf olsun ki, İslamdan uzaqlaşdır və o bunun müəllimlərindən biri deyək ki, həm mənəvi, həm bir. Bəli, hal-hazırda hətta bəli. Və onun məqaləsini verdim, mən dedim bu insan azmış insandır, bunun məqaləsini vermə. Çünki mənim əlimdə idi bu işlər, dedim hə yaxşı, vermədi. Özünü elə göstərir ki, bu insan onlardan uzaqlaşıb. Allaha and olsun ki, heç bir qərəzimiz yoxdur.
Allah şahiddir ki, bizim istədiyimiz yalnız odur ki, Allah adından yalan danışmasın. Bəli. Yəni biz bu gün bax Saminlə burada ona görə oturmuşuq. Onun evində olanda qızı gətirdi ki, papa paslika gəl, yəni belə gəlib Türkiyədən gəlmişdi yəqin ki. Gördüm ki, orada azmış olan insanlardan birinin kitabı var. O istəmədən oldu, baş verdi bu. Baxdım, gördüm, dedim, sən buna qurtarmısan ağa deyirsən. Biraz qızardı, yəni pərt oldu, hiss elədim. Yox, mən ora baxıram, oxuyuram, səhvlərimi götürməyəcəm. Dedim, amma insan ondan sonra faydalı şeylər oxudu. Bunun vaxtını israf edirsən. Deyirsən ki, mən Adnan Oktardan qurtarmışam. Hətta bir dəfə dedi ki... Müsahibə də almışdı ondan gedib. Adnan Oktar da onu tərifləmişdi. Ondan öncə olmuşdu. Adnan Oktar da onu tərifləmişdi ki, Bakıda bizim belə bir dostumuz var, tərəfdaşımız var. Bəli, bəli. O müsahibə var, internetdə var, istəyənlər baxa bilər. Və ondan öncə nə olmuşdu? Bu bir dəfə dedi ki, Adnan Oktarın adamları gəlib, mən onlarla görüşürəm. Halbuki deyir, qurtarmışam. Dedim, niyə görüşürəm? Bəs qurtarmamısan? Dedi ki, yox, kitablarını satıram, deyirəm, haqq hesab eləmək gəlirlər. Belə dedi. Cümə günü özə cümə dedim, cüməni skulda dedi, cüməni qırmadı, getdi aeroportdan qarşıladı, özü görüşdü. Mən elə şey marağında deyildim və getdi özü görüşdü. Biraz şübhəm artdı ki, bu bəs qurtarmışam deyir ondan. Dedim, mən səni yekunlaşdırmaq istəyirəm. Ya mən ayrılıram, ya da ki sən Adnan Oktara bu jurnalda, bu dəvət jurnalında cavab ver. Ədəblə, ərkanla, heç kəs demir, söhbət təkrirlə, üslubumuz da bu deyil, müsəlmanın üslubu o da olmalı deyil. Mehriban bir dənə deyirəm ki, o falan elədiyi hərəkətlər həqiqi səhvdir, belə. Misalsız mehriban, ədəblə. Yox, vermərəm, dirəşdim, dedim, sən necə başlaşdın, dedim, sən qurtarmışam. Ona qədər Adnan Oktarın məqalələrinə yer verirdi jurnalda? Yox, mən qoymazdım həqiqət. Bir nəfərin vermişdi, onda dedim ki, olma, qurtar, bitdi. Və həmin ərəfədə gördüm ki, bu vermək istəmir. Dirəşdim, nə qədər dirəşdim, o da istədi, yox, mən vermərəm, düz çıxmayacaq, nə? Sən verdi. Dedim, yox, mən yox, mən lazım olanları yazıram orada, özümün məqalələrim gedirdi. Sənin öz adın olmalı, demirsən, qurtarmışım o adamdan. Qurtarmışsan, buyur, onun adı, bir məqalə ver, müəyyən ədəblə bir söz işlədi orada. Razı olmadı, mən dedim o zaman, deməli, sən burada düzgün hərəkət eləmirsən, mən ayrıldım. Ayrıldım, ondan sonra başladı jurnal can verməyə, müəyyən ərəfə getdi, orada kəsilməyinə. Amma həmin ərəfələrdə sözsüz ki, mən insana ayrıldım. Məndə bir xüsusiyyət var ki, insana düşmənçi eləmək sevmirəm. Ayrılsam da müəyyən əlaqələrin yüzləri var idi. Sənin dəstəyin bu jurnalda ona nədən ibarət olub? Çünki mən eşitmişəm, deyirdilər ki, sahibkarlar, iş adamları reklam verirdilər o jurnala, dəstək olurdular. Orada bax sənin zəhmətin, xidmətin nədən ibarət olub? Bu Elşada görə idi, yoxsa sənə görə idi? Mən çox şey açmaq istəmirəm əslində, amma ki, əlbəttə ki, orada olan reklamların bəzən 90, bəzən 70, bəzən 90, bəzən 80% mənim tanışlarımın reklamları idi, verirdilər. Müəyyən o tapırdı. Əksəri 70, 80, 90 dedim fərqli ola bilər. Əlbəttə ki. Hətta biz böyük bir məclis elədik. Bəzi adamlar çağırdım, o da özü də yaxşı bilir. Orada boyundalı ki, bəli, mən səhv eləmişəm. Dostlardan biri, bu işdə köməyi olanlardan biri dedi, insan nə qədər səhv eləyir? Bir səhv. Ona yaxın şeylər saydım, onunda da dedi ki, bəli, mən səhv eləmişəm. Dostlar dedilər ki, bu nə qədər bir səhv, 10 dənə səhv, hamısı sən eləmişsən səhvləri. Boynuna aldı. Ona belə dediyim kimi, mən şərt qoydum ki, ona cavab verirsən, yoxsa mən ayrılıram. Ayrılandan dediyim kimi, bu bir dəfə nə verdi, hətta onu da deyim. Jurnalda verdi ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin həyat yoldaşlarının xəyanəti. Mən buna zəng elədim, dedim ki, ayrılandan sonra. Mən zəng elədim, dedim ki, bu sözü sən, bu ünvanı sən niyə qoyursan ki? Yox, ünvanı özümə elə qoymuşum, cəzbələdici olsun. Yəni Allah Rəsulunun həyat yoldaşlarını bax bu cür sual adı altında insanların diqqətini cəlb eləmək üçün bu faktdır da, realdır. Bəli, elə cavab verdim. Dəvət jurnalında gedib bu məqalə. Məndən sonra var səndə o jurnal nümunəsi. Həmin ünvan deyə bilərəm, amma şahidlər də var, tapmaq da olar. Mən artıq ayrılmışdım. Mənim başlıqları heç qoymazdım da versin. Məndən sonra. Və sənə açıqlamasında dedi ki, mən bu başlığı ona görə vermişəm ki, insanlar bunu oxusun. Bəli, cəzb eləsin ünvan. Belə də oldu və yəni baxdım ki, bu insan artıq səhvlərə yol verə gedir və artıq jurnal can verdi, bitdi jurnal. Nə vaxtsanca qurtardı jurnallar, bitdi. Və belə. Sonra olub ki, bəzən olub, misal üçün biz görmüşəm, ondan sonra başladı bu insan səhvlər eləməyə, çox şeylər inkar eləməyə, İslamda bu yoxdur, o yoxdur, o yoxdur. Çox şeylər, hətta bu gün misal üçün hacı lağ eləyir, hacı yox deyir, nələr danışır, bəzilərini ola biz toxunarıq, bəzilərini də mən özüm tək toxunarım, bəzilərini indi siz nə vaxt toxunarsınız. Belə hərəkətlər elədi, yəni. Bugün Azərbaycan televiziya məkanında Elşad Mirini dinin bilicisi kimi, İslam dininin aləmi kimi dəvət olunur və o cür təqdimat verilir ona. Halbuki Elşad Mirinin dediklərini bugün özünə müsəlmanam deyən
Allahın vacibatlarını yerinə yetirən. Fərqi yoxdur hansı təriqət olsun, hansı məzhəb olsun, fərqi yoxdur. Müsəlmanlardan gedir söhbət ümumən. Yoxdur elə bir şəxs ki, desin ki, mən gündə 5 dəfə namazımı qılıram, mən tövhid əhliyəm, mən şəhadət gətirmişəm, mən imanın şərtlərinə iman gətirmişəm və Elşadın dediklərini qəbul edirəm. Bəli, tam doğrudur. Hətta biz baxsaq... Və paradoks da nədən ibarətdir? Samin, bax, bunu mənə bir dənə izah et, zəhmət olmasa. Mən görmüşəm ki, kimsə İslama dəvət edəndə, insanlarda o dəvətə qarşılıq bir rəğbət oyanır. Və insanlar imana gəlir. Elşad Mirinin bugünkü dəvətindən iman əhli ona nifrət eləyir və ateistlər, deistlər, agnostiklər və s. ilaxır ona əhsən deyir. Niyə? Bəli, tamamilə doğrudur. Bu sualı istəyirəm ki, sən cavablandırasan. Bəli. Bu necə dəvətdir? Elə onun metodu artıq dediyim kimi elədir ki, elə soyutsun. Birinci yavaş-yavaş etapla gəlib, indi elə yerə çatıb ki, artıq Quranda olan ayələri inkar eləyir. Misal deyim sizə. Biri var ki, Azərbaycan alimləri, tarixçilər, xalqımız hamısı deyir ki, Qarabağ Azərbaycandır. Məlumdur. İndi oradan biri çıxır Ermənistan deyir ki, Qarabağ Ermənistanındır. Səhvdir, indi bunu bildik ki, səhvdir bildik də. Amma Elşad nə deyir? Deyir, Qarabağ Mozambikindir. Qarabağ Braziliyandır. Bu belə deyir. Quran ayədən belə yazır. Biri var ki, Ermənistan biri deyir, səhvdir bildik, cavab verib bitdi. O qədər bu səhv ayəni elə yazır ki, gülməli çıxır ki, Qarabağ deyir Mozambikindir. Deyir, əşir ki, yox, Mozambik deyirsən, ki, Mozambik hara, Qarabağ hara, Azərbaycan hara, bu hara. Yəni bu demək istəyirəm ki, qısa misal deyim ki, bu insan Quran ayələrini də belə yazır. Quran ayələrini inkar edir, yazır. Yaxşı Samin, niyə danışmırdın bu günə qədər? Bilənlər bilir ki, mən efirdə tək çıxıb heç vaxt danışmamışdım. Heç vaxt danışmamışdım. Tək çıxım ki, belə danışım falan mövzuları. Halbuki ola bilsin səhvim idi. Danışmamışdım heç vaxt. Və müəyyən adamlar var ki, istəyirəm ki, debat eləyək, debatda danışırdım. Gözlədiyim var, 10 illərlə gözlədiklərim var ki, gəlsinlər, danışar, o da olmadı, gəlmədi. Elə bil ki, mən gördüm ki, Elşad Əminiyə cavab verənlər var. Cavab verənlər var, deyirəm ki, verirlərsə, bəslə, müəyyən ehtiyac var. Amma nədənsə müəyyən səbəblər gördüm ki, yox, ehtiyac var, mən buna dəstəyən adam kimi, bunu insanlar... Sənin sözünün kəsəri daha ağırdır, çünki sən o adama dərs deyirsən və onu inkar da eləmir. Bugün susursa deməli, qəbul edir. Hərçənd onda o xislət var ki, çıxıb inkar da eləyə bilər. Əlbəttə. Mən ona inanıram. Bəli. Çünki o bilir ki, onun danışıqlarının dalında mən başqa yer aça bilirəm, ona görə hələ girişim. Susacaq. Bəli. Və bu gün də gəlmədi yeri gəlmişkən. Bunu da qeyd edək. Bəli. Saat 8-də biz bugün dəvət göndərmişdik. Düzdür, bu gün Baku TV-də olub yenə də. Günorta Baku TV-də olub və Baku TV-də yenə də mən hörmət bəsləyirəm hər iki oponentinə. Millət vəkili Ceyhun müəllim çox belə etik öz səviyyəsini qoruyaraq ondan o debatı aparırdı. Digər oponent isə ilahiyyatçıdır, digər bir ilahiyyatçı. Açıq etiraf edeyim ki, o da Elşadın gətirdiyi arqumentlərə cavab verə bilmədi. Hərçəndir ki, mən bunu demək istəyirəm. Bugün orada sən olmalıydın və Elçin Əlibəyli bugün həqiqətən də insanlara doğruları, dürüstləri çatdırmaq istəyirdisə, Elşad Mirinin qarşısına onun cavab verə biləcəyi, onun arqumentlərinə, onun dəlillərinə cavab verə biləcəyi birini çıxarmalıydı. O da Samin olmalıydı. Mənə görə sən olmalıydın və sən onun gətirdiyi o dəlillərə cavab verə bilərdin. Nədən? Məsələn, orada bir dəlil gətirir, bir çox dəlillər gətirir, yanlış olaraq. Quran-ı Kərimdən deyir ki, Peyğəmbərlərdən deyir ki, sən deyir, şəhadətlə yanaşı, Mühəmmədin Rəsulullahla yanaşı, deməli sən İsa Rəsulullah, İbrahim Rəsulullah və s. digər Peyğəmbərlərin də adını çəkir. Yaxşı, sən əgər hədisləri qəbul eləmirsənsə, imanın şərtlərindəndir Peyğəmbərlərə iman. Düzdür? Bəli, bəli. Bəs onda bunu niyə dəlil gətirirsən? Yəni, bütün bunlar onu göstərir ki, əziz izləyici, bugün Elşad yalnız dini səthi bilən bir adamla debat apara bilər. Elədir, amma qaldı ki, mütləq bir şey deməliyəm. Ceyhun müəllimə qaldıqsa, həqiqətən Ceyhun müəllim sözsüz ki, o siyasətlə məşğuldur. Mən neçə konferanslarda da, məclislərində də olmuşam, görmüşəm ki, Ceyhun müəllim Milli Məclisdə ölkəmizin, ölkə rəhbərinin, parlamentin, xalqımızın ərəbcə bilən bir dilidir həqiqətən də, ölkəmizi necə də gözəl müdafiə edir, bunları görmüşəm həqiqətən də mən. Orada bir baş siyasətə qarışmış, maşallah, bütün gün həqiqətən tədbirlərdə də izləyirəm, görürəm də, belə bir adamın orada lazım qədər cavablarını verdi. Sözsüz ki, qıradan baxan asan da olur, həmişə futbolda da belə olur. Qıradan baxan üçün başqa dəlillər də tez fikrinə gəlir ki, bunu da demək olar bunda. Orada misal üçün maraqlı olan biri o idi ki, bu adam dedi ki, hac harda vacib olur? Sual verdi. Ceyhun müəllim söz sözü lazım ona dedi, dediyim kimi. Quranda Allah təala buyurur ki, وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اِسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Uca Allah gücü çatana, güc yəni maddi və fiziki. Fiziki həcci vacib. Bəli, güc çatana hacı vacib etdi. Evi həcc etməyə vacib etdi. Hətta o dediyim kimi Mozambik söhbətləri eləyəcək.
Allah deyir ki, "Vəlinnəs alinəs hiccül beyt." Evi həcc eləmək insanlara vacibdir. Mən istəta eləsə bilə onu gücü çatana. Bu ayə sübutudur ki, hac vacibdir. Və gəlib indi hacı Yox, o inkar eləmir. O deyir ki, həcc vacibdir, amma indiki insanların etdiyi kimi yox. O dedi ki, hac ümumi olaraq bu edilən Yox, sonra hac deyil. düzəliş elədi. Mən diqqətlə deyim də sənə. Yox. Dedi ki, mən özüm də həcdə olmuşam, səhv etmişəm dedi. Aha. Dedi ki, səhv etmişəm. Həcc vacibdir deyir. Amma insanların bugün etdiyi kimi cəmarata daş atmaq, təvaf etmək, səy etmək yoxdur deyir. Bunları dedi. Elədir. Amma orada bir sual verdi ki, hac harda yazılı vacibdir? Bu sual verib orada. Bəli. Verib orada. Qaldı ki, daş atmaq, onu yaxşı saldınız. Biz mən ona dəstəyən Ərəfədə o bir kitabça çıxartdı, hac barədə. Söz ki, bu hac nədir bilmir. Başqa dostumuzun kitabının qısa elədi, balaca kitabça çıxartdı ki, dəvət jurnalı reklam olsun, hacda da reklam olsun, dəvət jurnalı satılsın. Dediyim kimi, mən bir dəfə demişim, mənim niyyətim onu pulsuz paylamaq idi. Yəni belə deyək, bunun niyyəti kommersiya maraqları. Bəli. Pul alırdı o dəvət jurnalından. Paylayırdı ki, 3 aydan sonra yığacaq pulları. Yəni nəşriyyat vasitəsilə paylayırdı. Bəli, müəyyən pulsuz belə deyək 200, 100, 200, 300 paylanırdı, amma neçə min nəzər deyirəm, satışlar. Yəni qazancı tam da özünə götürürdü. Əlbəttə ki. Mən ümumən mənim niyyətim orada pul qazanmaq olmayıb, orça elə toxunmaq istəmirəm mən. Yox, toxun da qardaş. Bizim niyyətimiz Allah sormalıdır. Nəsə iş görürsə Allah. Bəs açmaq istəyir. Elə şey var ki, sonraya saxlamaq lazımdır. Yox, açmaq lazımdır. Bunu deyim. Həmin o kitabçada, hac kitabçasında şeytana daş atmaq yazmışdı. Bu gün də yenə də şeytana daş atmaq sözünü dedi. Mən onu oradan sildim. Dedim ki, şeytana daş atılmır. Şeytana daş atan İbrahim əleyhissalam olub. Oğlunu aparanda o məsələyə kəsmək məsələsinə görə dediyimiz kimi o dövrdə evladları qurban vermək, kəsmək, suya, ora-bura xurafat var idi. İbrahim əleyhissalam onu Allah Taala imtahan eləmək üçün Allah onu kəsməyini yuxuda görür və əmr eləyir. O da oğlunu aparanda şeytan ona vəsvəsə verəndə şeytan daşlayır. Yəni Allaha sığınır ki, kəsim Allahın əmrindən getməsin. Birinci. Sonra yoldaşını həmçinin azdıranda o da daş atır, şeytanı razı olmur. Üçüncü də İsmail əleyhissalam, üçü də. Yəni həmin yerdə biz daş atırıq. Şeytana daş atmaq sözü yalandır. Bunu o çıxartmalıdır öz lüğətindən. Yəni o İbrahim peyğəmbərin etdiklərinin simvolik davamıdır. Səfa Mərva da orada həmçinin orada qaçış var, tavaf var. Yəni bunu var. başa düşmək üçün alim olmaq lazımdır. Bəli, ona görə bizdə hamı deyir ki, gülürlər ki, deyir şeytan var, o şeytana daş atsam, özü də gülür, güyə lağ eləyir. Başa salmışdım ona. Sildiyi o yerdə ki, şeytana daş atmaq sözü yoxdur orada. Orada camaratdır. Orada daş atılan yer, kiçik daş atılan yeri, böyük daş atılan yeri, orta daş atılan yer. Şeytan sözü yoxdur. Silmək lazımdır. Bunu əziz izləyicilər bilsin ki, şeytan sözü yoxdur. Başqa mövzu var ki, daşlar satılır. O hamısı cəfəngiyat, yalan, xurafat, şər böhtandır. Daş satmaq yoxdur orada. Hətta orada nəzir qutuları belə yoxdur. Deyirəm, neft quyuları, dini neft quyuları. Orada nəzir qutuları belə nə Məkkə, nə Mədinə, hac ziyarətlərini görə bilmərsiniz. Yoxdur elə bir şeylər. Bəli, yəni demək istəyirəm ki, bu insanın belə səhvlər eləyir, o kitabda da bu şeylər çıxmışdır. Sonra bax bu gün onun cavablarında bu gün gətirdiyi dəlilləri mən incələdim. Baxdım əmin verilmiş. 55 dəqiqə həyatımın dəyərli vaxtını sərf elədim. Əlhəmdülillah, olsun. Deməli gətirdiyi dəlillər, sual verilir ona. Namazın saylarını, rükətlərini nədən, hardan öyrənirsən, əgər sunnanı qəbul eləmirsənsə. Deyir, namazın rükətlərinin sayı Əl-Bəqərə 101, 102, 103-cü ayələrdədir. Açıb baxırsan, 101, 102, 103-cü ayə nədir? Orada deyir ki, qırmızı adamların üzündə durur, deyir ki, açın oxuyun, orada yazılıb. Orada, əziz izləyicilər, açın oxuyun, baxın. Cihad zamanı Allah Rəsulunun növbəli şəkildə, dəstəli şəkildə bir-birlərinin namazda əvəz edilməsindən söhbət gedir. Rükətlərin sayı orada yoxdur. Namazın qısaldılmasından söhbət gedir bu ayələrdə. Sən hardan götürdün ki, burada söhbət 3 rükətdən, 4 rükətdən, 2 rükətdən gedir? Qorxan da namaz qısaldırır, o mövzuları mən istəyirəm dərinə toxunmayım. Yox, yəni saydan insanları aldadır axı. Bəli, yox, deyəcəm. Yəni yalandır da, bu burada yalan danışmaq olmaz. Bəzi açarlar var ki, mən açmaq istəmirəm ki, mənə elə gəlir. Deyəcəm. Allah bizə ömrü bir dəfə verir. Biz bir dəqiqədən sonra bilmirik başımıza nə gələcək. Ola bilər biz ona üzbəyiz gələcək yaxınlarda. Gəlməyəcək qardaş, o səndən üzbəyiz. Məncə gələr. Yox, gəlməyəcək. Bu sözü mən sənə deyirəm. Altından da xətt çəkirəm. Hə, belə ciddiyəm. Və bunu belə də verəcəm. Gəlməyəcək o qardaş sənə. Mən bilən görək də. Yəni bəzi şeylər burada deməyəcəm ki, onu üzbəyiz saxlamışam. İnşallah. Ona görə inşallah ki, Allahın izniyle bəzi şeylərə çox aslan verməyəcəm. Ümumi olaraq bu adam əvvəllər namazları Adam az qalırdı ki, özünü peyğəmbər elan eləsin. Deyir ki, hər bir peyğəmbər öz qövmünə gəlib öz dilində danışıb, namazı da öz dilində qılıb. Bugünkü verilişdən söhbət gedir ha. Və deyir ki, mən də Azərbaycan dilində qılmasını deyirəm. Onda belə çıxır ki, Azərbaycanın peyğəmbəri sənsən. Deməli, insanlar Azərbaycan dilində. Ona biraz qısa cavab verim. Ona deyir ki, bilisəni qavmi ayə gəlir. Biz hər bir peyğəmbəri öz qövmünün dilinə göndərdik. Əvvəlki peyğəmbərlər Məhəmməd Rəsulullahdan başqa. Deyəcəm, əvvəlki peyğəmbərlər bütün ümmətə gəlmirdilər. Hər öz ümmətə gəlirdi. Bəli. Amma Quranda Allah təala bildir ki, Rasulullah ileykum cəmian. Mən
De ki, ey insanlar, mən bütünlüklə sizə Allahın rəsuluyam, bütün dünya üçün, bütün. O bir peyğəmbər, bəli, bütün bəşər. O bir peyğəmbər elə olmamışdı. Ona görə bizim peyğəmbər o ayəni dəl gətirmək absurddur. Dediyim ki, bəzi açarlar var, onu burada açmaq istəmirəm ki, burada məsələ budur ki, mən bax Elçin Əlibəyliyə də deyirəm. Elçin Əlibəyli, hörmətli jurnalist. Siz dəvət edirsiniz, o şəxsləri dəvət edirsiniz ki, mən hər bir şəxsin şəxsiyyətinə toxunmaq istəmirəm, elmi cəhətdən. Din elə bir həssas mövzudur ki, burada yalnız və yalnız bunu bilən adam danışa bilər. Əgər sənin bu dindən xəbərin yoxdursa, sən Allahın ehkamlarına, hökmlərini yerinə yetirmirsənsə, sən onu bilmirsənsə, onu necə danışacaqsan, necə izah edəcəksən? Və nəticədə Elşad kimi, Elşad Miri kimi din adından ticarət eləyib, din tüccarları, belə deyək, özünü Quranla maskalandıran şəxslər insanları bu günləri azdırırlar. Bəli, bu günləri deyir ki, daha bir çıxışında dəlil, deyir ki, Allah niyə görə, tövbə estağfurullah, kişini qadından daha üstün etdi? Niyə görə bunlar bərabər deyil? Bu necə Rəbb və s. ilə axır? Halbuki Allah Teala özü deyir ki, kişilər bir dərəcə üstündür qadından. Və həmçinin fiziki olaraq sözsüz ki, kişilər qadınlar eyni deyil. Deyir, niyə peyğəmbərlər qadın olmayıb? Bəli. Sən Allahı mı ittiham edirsən? Peyğəmbərlər qadın, onu da deyirəm. Peyğəmbər qadın olsa, peyğəmbər döyülür, söyülür, tək gedir, gecələri oyaq qalır, yatır orada burada, tək qalır. Hansı qadın gedib ərini qoysun, getsin təkdə şəhərlər, kəndlər gəlsin, döyülsün, təpəsinə qoysun. Və yaxud da belə olmur axı. Ona görə hansı qadının sözü kişilər cəmiyyəti tərəfindən qəbul oluna bilər. Bir qadın çıxsın desin ki, ey cəmaat, siz bugünə qədər səhv yaşamısınız, xəbəriniz var. Hansı kişi onun dalınca gedəcək? Biraz da mən həmişə o sevirəm, məntiq, düşünün. Qardaş, sən də bir başı işə saldı, bir düşün də bu barədə. Və Elcəm, həmişə bayaq yarım çıxalı sözüm. Həmçinin baxsaq, siz yaxşı toxundunuz. Bu insanın tərəfini saxlayan çoxları, dini bilməyənlər, arzu edirəm ki, Allah onlara dinimiz gözəl bildirsin inşallah. Nə yazırlar? Deyirlər, Elşad Miri dini ən gözəl biləndir. Siz düz demirsiniz, cəhənnəm yoxdur. Bu bir. Başqaları da ki, Elşad Miri ərəb dilini əla bilir, sözləri bilmir, necə olur. Mən necə Çin dilini, misal üçün, nə bilim, o dil, İtalyan dilini bilən, tərifini filan kəs əla bilir, amma özüm o dili bilmirəmsə. Bəzi yazır ki, Elşad Miri ən yaxşı ilahiyyatçıdır, din zad boş şeydir. Belə sözlər yazırlar. Yəni bu nədir? Əgər səni müdafiə edən bunlardırsa, Allah onları da doğru yola yönəltsin. Yəni doğrudan baxırsan ki, bəli, bunun gətirdikləri çox səhvdir. Dediyim kimi, Qurana da ziddir, dilə də ziddir, dinə də, məntiqə də, hər şeyə ziddir. İndi gələk ədəb məsələsinə. Bugün ədəbdən danışıldı həmən debatda. Deməli, çox maraqlı bir yanaşma oldu Elşad Miri tərəfindən. Digər tərəf ilahiyyatçı psixoloqun ona sən deməyini irad bildirdi. Ədəbdən, əxlaqdan kənar hesab elədi. Özü amma millət vəkilinə dəfələrlə sən deyə, özü də adı ilə Ceyhun, sən deyə müraciət elədi. Bəli, və bu da onu göstərir ki, Samin, bu adam qarşısındakına görə münasibətləri qurur. Necə olur da, deməli, Ceyhun müəllimin, millət vəkilinin sənə sən deməyini ona irad bildirmədin, amma ilahiyyatçının digər psixoloqun sənə sən deməyini dedin ki, sən yox, siz. Bax, bu insanın həqiqətən də nə dərəcədə ikiyüzlü, riyakar olmağının göstəricisidir. Amma apparentli olaraq mən olmaq üçün deyim bir şeyi. O Ceyhun müəllimlə bir də işləyiblər. Həm yaşlarını bilmirəm, amma yaxındırlar bir-birinə bu məsələdə. Subordinasiya məsələsinə görə o millət vəkilidir. Ola bilər, o səbəbdir. Amma bir də ki, o biri bəylə isə ola bilsin tam yaxın deyillər. Bu ona bəlkə 11 milyon, bəlkə bu da 11-ni sən deməyə başladı, buna dedi, 11 milyon var. Bu ona sən deməyini ədəbdən kənar bir irad kimi tutdu. Onda o irad sənə də tutulmalıdır. Mən həmin onu da fikirləşdim, siz deyən gözəl. Amma fikirləşdim ki, yəni bəzən olur ki, əks tərəf olsa belə fikirləşdim ki, nəyə görə eləyir? Onlar bir-birinə yad deyillər, çoxdan tanışdılar. Bəlkə ona görə bunlar bir-birinə yaddılar, bəlkə ola bilər. Yaxşı, bunu da yozduq buna. Gəlin indi İmam Əl-Buxarinin məsələsinə. Bugün İmam Əl-Buxarinin əlyazmaları ilə bağlı hədis Səhih Cəmiə hədisi barəsində, kitab barəsində əlyazmalar toplumu dedi ki, 13-cü əsrdə onun tələbələrindən sonraki 3 əsr sonra tələbələri tərəfindən kitab şəklində hazırlanıb, paylanılıb və işıq üzü görüb. Halbuki 900-cü illərdə Əl-Fərabri, Yusif Əl-Fərabri tərəfindən, onun ilk tələbələrindən biri tərəfindən bu artıq əlyazma kitab şəklində hazır idi. Niyə bu qədər yalan danışırsan? Sən bugün studiyada Elçin Əlibəylini aldada bilərsən. Başa düşürsən Elşad? O Elçin Əlibəylini ki, dindən xəbəri yoxdur. O Elçin Əlibəylini ki, bugün Azərbaycan cəmiyyətinə falçıları, ekstrasensləri, milli mənəvi dəyərlərimizə zidd olan qeyri
ənənəvi orientasiya sahibi olan insanları ilk dəfə efirə çıxaran Elçin Əlibəylini aldada bilərsən. Və Elçin Əlibəyli bu gün əgər siz də həqiqəti axtarırsınızsa, jurnalistik araşdırmasını aparırsınızsa və doğruları öyrənmək istəyirsinizsə dinimizdən, ola bilər heç kim dini əzbər bilmir və yaxud da ki tam incəliyi ilə bilmir, mən də bilmirəm. Amma baxın görün onu kimdən öyrənirsiniz. Və sonda onu da demək istəyirəm ki, Samin inşallah qardaş öz sözünü deyəcək. Bugün Elşad Miriyə alimdir, İslamı gözəl bilir, bunun ayağının bildiyini sizin başınız bilmir deyənlərə bir söz deyəcəm. Əgər həqiqətən də belə düşünürsünüzsə, qoy qiyamətdə Allah təbarək və təala sizi onunla bir yerdə həşr etsin. Amin. Buyur Samin. Yəni deyək sözlərim çoxdur. Müəyyən şeylər dediniz ki, mən onlara toxunmuram ki, ola bilsin ki, ümidim var ki, bu yaxınlarda bizim görüşümüz olacaq. İnşallah. Mən inanmıram buna. Yenə də deyirəm, öz fikrimdə qalıram. Buyur. İnşallah ki, orada da deyərəm. Deyək sözlərim çoxdur. İstər bunun əvvəlki çıxışları, istər öz çıxışları, istər Baku TV-də keçən dəfəki çıxışı, istər bu dəfəki çıxışı. Sözü ki, Elçin bəy orada indi ola bilər formatı dəyişib belə maraqlı mövhumatdan, dinimizin xurafatdan, xalqımızın xurafatdan, həqiqətən də çox xurafat var xalqımızın müəyyən hissəsində. İstər nələr orada sayılmayanlar da var. Bunlardan qurtulmaq üçün ola bilsin bu veriliş inşallah ki, gələcəkdə səbəb olar ki, xalqımızın xurafatdan çəkinməsi üçün. Lakin orada müəyyən xurafatlar da deyilir və doğrudan da Elşad Mirinin özünün elə güya məzhəbçilikdən uzaq olduğunu deyir, amma özü yeni bir məzhəb yaradır. Bunlar da lazım olanda danışarıq inşallah. Yəni bu qədər. Deyək sözüm çoxdur əslində, amma yəqin ki, bu qədər. Allah xeyir eləsin. Amin və inşallah yenə də deyirəm, bizim Elşad, şəxsən mən öz adımdan danışıram, Samin özü bilər. Mənim Elşad Miri ilə heç bir qəsdi qərəzdim şəxsi də yoxdur. Mənim onunla bugünkü mübarizəm Allah adına danışdığı yalanlar namidədir. Allahdan qorx, insanları azdırma və bil ki, dediyin, mən də dediyim hər bir sözə görə cavabdehik Allah qarşısında. Allah razı olsun Samin. Çox sağ olun. Əssəlamu aleykum.